Salam kanalımın dəyərli xanımları. Ümid edirəm ki, bu soyuq havalarda hər biriniz yaxşısınız. Mən qışı qətiyyən sevmirəm. Soyuq havalara heç dözümüm yoxdur. Və bu gün bu soyuq havada gedirik alış-verişə. Bayırda da bir yağış yağır ki, öncə getməliyəm qızımı məktəbdən götürməyə, sonra birlikdə gedəcəyik alış-verişə. Bunu qızım belə istəyib, nə qədər desəm də yorğun olarsan, etirazını bildirdi ki, mən də istəyirəm sizinlə alış-verişə getməyi. Və xanımlar, artıq məni köhnə kanalımdan izləyənlər bilir ki, mən hər nə olsa onu yazıram. Eləcə də evdə bitənləri. Hər zaman xaladenikın üzərinə bir kağız yapışdırıram və evdə nə bitibsə tez qeyd edirəm ora. Unutduqlarımı və sonradan əlavə etmək istədiklərimi yazdım vərəqə və gedirik məktəbə. Qeyd edim ki, axşamüstüdür, saat 7-nin yarısıdır. Və xanımlar, bu vloqu da elə çəkmişəm ki, həm alış-verişi edirəm, həm də ki, yerbeyer edirəm. Bunu məndən bir neçə izləyici istəmişdi. Dedim ki, niyə də olmasın. Onsuz da mən aldıqlarımı yerbeyer edirəm, elə sizinlə birlikdə edərəm. Və xanımlar, bunu da qeyd etmək istəyirəm ki, sizə söz verdiyim yeni il aksesuarlarını artıq hazırlamışam. Çox bəyəndim, qəşəng də alınıb, sizinlə paylaşmaq üçün səbirsizlənirəm. Bu vloqu artıq çəkmişdim deyənə dedim ki, bunu sizin üçün paylaşım. Sonra digər vloqu paylaşaram. Görürsüz xanımlar, necə yağış yağır. Soyuq idi deyənə maşında papaq var idi, onu da keçirtdim başıma. Ümumiyyətlə xanımlar, mən həddindən artıq üşüyən insanam. Biraz hava soyuyan kimi mən əsirəm. Və bu həqiqətdir ki, mən o vaxtı işdən evə qayıdan zaman mənə soyuq idi deyənə evə çatana kimi o ki var ağlamışdım. Soyuğa 1 qram dözümüm yoxdur. Evdə kombinin dərəcəsi də hər zaman 80-da olur. Evdəkilər istidən bişsə də mənə hər zaman soyuq olur. Xanımlar, artıq Leylanı da götürmüşəm. Gəldik Məşdağada olan mini sədərəyə. Bu dükan mənim xoşuma gəlir. Hər nə istəsən burada var və münasib qiymətə. Xanımlar cehizlik nəsə almaq istəsə, nə axtarsalar orada tapa bilərlər. Hətta Tamerlanla Leylaya burada hədiyyə də verdilər. Vlog başlayandan mən danışıram. Biraz sakit qalım, siz mağazində olanlara baxın. Xanımlar, bu qazanlara baxın. Ürəyim getdi bunlar üçün. Amma əlim gəlmədi almağa. Məndə bəzən belə olur. Nədənsə çox xoşum gəlir, amma əlim gəlmir almağa. Çox şirin və qəşəngdilər. Almamağımın səbəbi də ki, düşündüm ki, hələ mən bazarlıq eləməliyəm. Xanımlar, mən evdən produktu heç vaxt əslik eləmirəm. Heç nə olmasa da, amma hər zaman produkt olmalıdır. Demək olar ki, bizim qazandığımız pulun 80%-i yalnız produkta gedir. Çünki bizim 2 uşağımız var. Onlar nə istəsə, mən dərhal onu bişirməliyəm.
bişirməliyəm. Əgər bişirməsəm bu mənim ürəyimdə qalır və mən gecəni yata bilmirəm. İnanın ki, bu aldıqlarım bizə kifayət eləmir. Demək olar ki, mən hər gün qızımı evə gətirən zaman mağazindən nəsə alıram. Məsələn, meyvələri bitir. Mənim qızım bir günə 5 kilo mandarin yeyir. Bəli, bəlkə mənim bu dediyim kiməsə absurd gələ bilər. Amma bizi yaxından tanıyanlar bilir ki, bu həqiqətdir. Nəinki mandalin, eyni zamanda apelsin də alıram. Bu meyvələrin də adını ona görə çəkirəm ki, uşaqlar imunavoy bu meyvələri xoşlayır. Apelsinlə mandalini. Alışverişimi də hər zaman Baku Store'dan edirəm. Bu Baku Store'un reklamı deyil. Market buna görə mənə nə qonorar vermir, nə də ki, məndən rica etməyiblər ki, mağazinlərini tərifləyəm. Sadəcə olaraq ora mənim üçün çox rahatdır. Həm oranın işçi personalı, həm orada olanların hamısının yerini bilirəm, həm də artıq 12 ildir ki, mən oradan alışveriş edirəm. Əvvəllər Baku Store xəyalın içində idi. İndi isə səhv etmirəmsə, ora 4 yol deyirlər. Yəni illərdir ki, mən oradan alışveriş edirəm. Alışverişimi edib bitirəndən sonra da imkan vermirlər ki, heç setkaya əl vurasan. Orada müəyyən işçilər var ki, setkaları aparırlar maşına. Sana çox qayğılı yanaşırlar. Hansı işçiyə nə sual vermək istəyirsənsə, xoş rəftarla cavablandırırlar. Bu da insana xoş təəssürat verir. ¿Qué sería? Görüşürüz. Mamandan da al. Və xanımlar, artıq gəlmişik evə. İndi nə almışamsa həm sizə göstərim, həm də yer-bir edim. Belə videoları siz bəyənirsiniz. Hətta bundan öncəki alışverişimdə bir xanım mənə yazmışdı ki, əvvəllər vloqun maraqlı idi, alışverişdən sonra yer-bir edirdin, indi maraqsız olub. Bu səbəbdən yer-bir etdiyimi də çəkmişəm ki, sizin üçün maraqlı olsun. Beləliklə aldıqlarımı sizə göstərim. Ümid edirəm ki, vloqdan zövq almış olarsınız.
Və xanımlar, mən işimi bitirdim. Axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Əgər videonu bəyəndinizsə, kanala abunə olaraq mənə dəstək ola bilərsiniz. Buna görə də mən çox şad olaram. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.